Salam dostlar, günləriniz xoş geçsin. Dostlar, sizə bir kitab haqqında da danışmaq istəyirəm. Deməli, bu yaxınlarda Herbert West'dən danışdıq. Sədaqətli tamaşaçılar bilirlər. Və Herbert West'in çox qəşəng bir başqa kitabı da var, dostlar. Ondan da danışmaq istəyirəm. Yəqin ki, bu söhbətimiz nisbətən qısa olacaq. Fəqət dediyim kimi, ustadları xatırlamaq əhəmiyyətlidir deyə düşünürəm. Ona görə də bu dəfəki söhbətimi də Herbert West'ə aid eləmək istəyirəm və bu da çox əla mövzulardan biridir. Daha doğrusu bir dənə mövzu deyil, çox mövzudur. Bu dəfəki söhbətimiz Herbert West'in Korlar Ölkəsi adlı kitabıdır, dostlar. Və məndə bunun türkçə variantı var bu kitabın. Herbert West'in bizim dilimizdə deməli mənim təcrübələrimə əsasən Görünməz Adam romanı var. Çox qəşəng əsərdir o da. Qəzətli əsərdir. Görünməz Adam. Hansısa hekayələri var. Və Görünməz Adam kitabı yanlış xatırlamıramsa Sovet vaxtında tərcümə olunub. Hansısa oxucular bəlkə həm istəyərlər, əldə edə bilərlər onu. Yəni Herbert West'in hansısa kitabları, əsərləri bizim dilimizdə var. Amma Korlar Ölkəsi varmı bizim dilimizdə? Deyəsən yoxdur. Deyəsən yoxdur. Amma Rusçada və ya Türkçədə dəqiq var. Özdə Rusçaya məndə deyəsən kitabda bir olmalıdır. O Sovet vaxtı tərcümə oldu. Deməli dostlar, bu kitab haqqında bu da çox sevdiyim əsərlərdən biridir. İstəyirəm ki, bu kitabdan da danışım. Çünki mövzusu bunun da mövzusu, bu kitabın da mövzusu insanlığın ən əhəmiyyətli və bəlkə də qədrini çox bilmədiyimiz qüvvələrindən biri ilə bağlıdır. Görməklə bağlıdır. Deməli dostlar, bu Korlar Ölkəsi nədən bəhs edir? Bir dağçı olur, alpinist. Bu deməli dostlar, çox belə necə deyirlər, əhatəli danışmaq istəmirəm, belə çox təfərrüatlara getmək istəmirəm. Ümumi hekayəti qısada danışmaq istəyirəm və bəzi məqamları vurğulayacağam. Sonra müəyyən qənaətlər çıxarda bilərik. Deməli, bu dağçı, alpinist, deməli, yolunu azır, belə deyək də, yolunu azır və bir dənə vadiyə düşür. Mən səyahətə gedərkən, dağa çıxarkən orada bir qruppa kimi gedirlər. Bu yolunu azır və bir dənə vadiyə düşür. Belə də deyəsən, düzdür. Biraz qəza nəticəsində ora düşür də. Məsələn, belə olur. Bəs çoxdan oxumuşam deyə, çox o detallar yadımda qalmayıb, ümumi təsəvvürü danışıram. Deməli, bu dağa düşür və vadiyə düşür və vadiyə düşür və görür ki, burada bir cəmiyyət var. Və belə aydın olur ki, bura Korlar Ölkəsidir. Yəni, bu Korlar Ölkəsində bir zamanlar bir cəmiyyət sığınıb və orada elə bil ki, onlar arasında yavaş-yavaş bir xəstəlik yayılmağa başlayıb. Bu xəstəlik korluq xəstəliyiymiş. Korluq bunlarda elə bil ki, deyəsən genetik olaraq, belə də demək olar, genetik olaraq yayılmağa başlayır. Yəni,
uşaqlar başlayırlar kör olmağa və bura körlər cəmiyyəti olur. Və Nunes, alpinistin adı belə olur, Nunes. Bunların içərisinə düşən bu Nunes görən olur. Görən olur. Və görür ki, buradakılar kördülər. Və elə bil ki, buranı öyrənməyə başlayır. Fəqət cəmiyyətlə elə bil ki, bunun arasında ixtilaf yaranmağa başlayır. Yəni bu Nunezlə cəmiyyət arasında yavaş-yavaş ixtilaf yaranmağa başlayır. Çünki onlar kör olurlar, bu isə görür və onların görməkdən xəbərləri olmur. Yəni görmək necə bir haldır, bundan xəbərləri olmur və belə deyək də başlayırlar görənlə, Nunezlə düşmənlik eləməyə başlayırlar. Və bunu öz qayda qanunlarına salmaq istəyirlər Nunezi. Və məsələn orada belə məqamlar var və Nunez bunlarla düşmənliyə başlayır. Nəysə ki, qaçmaq istəyir, savaşır bunlara bildirmək istəyir ki, onların gözləri görmür, mən isə görürəm və görməyi başa salmağa çalışmaq istəyir bunlara. Amma onlar heç bir şəkildə başa düşmürlər görməyi. Yəni belə qulaq asırlar, biraz belə dinləyirlər. Əvvəlcə onlara maraqlı gəlir söhbəti, sonra başlayırlar ki, buna adlar qoymaq. Məsələn üçün, ona lağ eləyirlər, istehza eləyirlər, Nunezə. Və istəyirlər ki, bunu öz qayda qanunlarına tabe eləsinlər. Fəqət Nunez belə üsyana qalxır. Və istəyir ki, öz iradəsini yeritsin və görən bir insan olaraq körlər ölkəsində, körlərin arasında öz iradəsini təsdiqləsin. Öz varlığını təsdiqləsin. Fəqət bütün bu körlər ölkəsinin nümayəndələri bununla razılaşmaq istəmirlər və bunu qəbul etmək istəmirlər bu şəkildə, görən şəkildə qəbul etmək istəmirlər. Və onu məsələn belə adlandırırlar. İndi o danışanda ona deyirlər ki, bu körlər belə deyirlər, bu vəhşi adamdır və bu çox belə saçma söhbətlər edir. Yəni belə həlləm-qəlləm söhbətlər edir də. Onu qulaqsınlar. Bu məsələn görməyin nə olduğunu onlara çatdırmaq istəyir ki, dünyanı görmək necədir, rəngləri görmək necədir. Onlar heç bir şəkildə bunu başa düşə bilmirlər. Heç bir şəkildə başa düşə bilmirlər. Və o belə elə bil ki, dünyanı danışır, dünyanı gördüyü xariqulədəlikləri, dağları, təbiəti onlara başa salmaq istəyir. Sonra onları görməyin nə qədər böyük səadət olduğu ilə tanış eləmək istəyir. Amma onlar ona belə heç bir şəkildə tuta bilmirlər söhbət. Məsələn, deyirlər ki, bu hələ indi böyüyür. Bu təzə böyüyüb bu. Yeni yaradılıb. Bu yeriyərkən heç düz əməlli yeriyə bilmir. Mənasız kəlmələr danışır. Belə sözlər. Və nəysə ki, bunlar arasında başlayır ixtilaf böyüməyə və bunlar Nunezi şiddət, zorakılıq yolu ilə özlərinə tabe eləmək istəyirlər. Və Nunez haqqında deyirlər ki, məsələn, onun ağlı körpə ağlıdır. Duyğuları ahəngsizdir.
onların duyğuları ahengsizdir. Və deyir ki, mən görənəm, onlar kördülər. Nunez deyir. Bunlar Nunez haqqında belə deyirlər. Bu da deyir, mən görənəm, amma onlar kördülər. Deməli, burada körlər ölkəsində mən kralam, hökümdaram. Və istəyir ki, hökümdarlığını bərqərar eləsin. Amma yox, o körlər ölkəsində o çoxluq buna qarşı çıxmağa başlayır. Nunezə qarşı çıxmağa başlayır. Və orada bir məqam var. Orada mən sizə bir neçə şey oxumaq istəyirəm dostlar. Və burada elə bir ki, o ölkədə məqamlar olur ki, bu Nunez biraz gizlənir də o körlərdən, müəyyən məqamlarda. Orada belə bir sözdür, bax. Deyir ki, Nunez güzəllikdən anlardı və vadiyi çəpə-çevrə saran kar tarlaları və dağ buzulları ömrü həyatında gördüyü ən gözəl şeydir. Gözləri o ulaşılmaz görkəmdən hızla alacakaranlığa gömülən köyə və çayırlığa kaydı. Ansızın içini bir his kapladı və kendisinə görməyi bahşettiği için Tanrı'ya canı gönüldən şükür etdi. Bu çox sevdiyim bir məqalə idi dostlar. Bunu sizə oxumaq istədim. Və bilirsiniz necə? Mənim bu söhbətim həm də bilirsiniz kimlərin şəninədir. Belə sən baxanda, izləyəndə müxtəlif yerlərdə də, məsələn, sosial şəbəkələrdə mi deyim, dostluq əlaqələrində mi deyim, ya nə bilim, ya xətrini sevdiyin insanlardan mı deyim, sən onları izləyəndə, təqib eləyəndə, belə yəni baxanda, onlarla maraqlananda və onların o dünyadakı nə deyim, mənzərələri də, gözəl mənzərələri görmə şəklini hiss eləyəndə, yəni onlar necə görə bilirlər də onu. Bu insana çox zövq verir. Elə bir ki, o çox tərəflərdən əlbəttə sənin bu dünyadakı həyatında, cəmiyyət həyatında halın necədir? Yəni ki, sənin halın necə? Sən daha çox problemləri çözməklə məşğulsan da. Məişət problemləri. Amma bütün bunlardan qıraqda sənin o bəzi işıqlı məqamlar olur da, sən mənzərəni görmək məqamı. Və məsələn, o mənzərəni görən insanları görəndə, müxtəlif yerlərdə də, hər hansı tanıdığın və çox yaxşı tanımadığın, ya nəsə də indi xətrini sevdiyin əziz insanları belə görəndə o mənzərəni görürlər. O insana çox ləzzət eləyir. O işıq kimi görünür sənə. Və məsələn, mən həm də bu kitab haqqında danışmağı həm də o insanların şəninə deyirəm dostlar. Onların şəninə həsr edəcəm də bu söhbəti. Çünki ben burada məsələn bu balaca yerdə görməyin gözəlliyi necə belə verilib də ona. Görmək nə böyük saadətdir. Baxmaq, görmək nə böyük saadətdir əslində. Bax, o deyir, Nunez gözəlliyi başa düşür də, yəni hiss eləyə bilirdi, o dağçı alpinist. Və deyir, o görür ki, vadini, o qar tarlaları belə əhatələyib, dağ buzlaqları var orada. Bunlar çox belə qəşəng idilər, o baxır mənzərələrə. O görkəmli, o belə hündür, uca yerdən belə gözünü belə baxır, vadiyə tərəfdə, aşağı vadiyə tərəf baxır və deyir ki, birdən deyir ki, ah Tanrıya şükür edir ki, çox sağ ol Tanrı, mənə görməyi bəxş eləmisən, görmək saadətini mənə bəxş eləmisən, hə? Burada məsələn üçün, sonra məsələn üçün orada belə məqamlar var da, Nunezin halı belədir, yəni o görməyi bacarır. Fəqət başqa tərəfdən bu kitab çoxlu tərəflərdən dediyim kimi şərh oluna bilər dostlar. Yəni sən bunu simvolik olaraq da başa düşə bilərsən. Çoxlu fəlsəfi mənada da başa düşə bilərsən. Çoxlu tərəflərdən şərhə açıq kitabdır da bu. Birbaşa mənada necədir? Deyir, o gözəlliyi görür, amma körlər ölkəsində
görən yoxdur da gözəlliyi. Düzdür, gözəllər görən yoxdur. Buna görə nə deyirlər? Məsələn, bu gözəldən danışır, görməkdən danışır. Bax, gör nə deyirlər onlar. Görmək deyə bir kəlmə yoxdur. Belə kəlmə yoxdur. Aya, sən axmaqlığı burax, yəni boş ver də bu axmaq danışma. Bu nə üçün deyirlər? Bax, gəl dalımızca, ayaqlarımın səsini dinlə. Orada yəni o Koroğlu ölkəsində görə bilmirlər axı. Belə yolu filanı belə tapırlar, gəzməklə, ayaq səsləri ilə belə. Deyir yəni o yaddan çıxart da görməyi. Nə danışsan axmağıma. Gəl dalımca. Ayaq səslərimi dinləyərək gəl. Və ona orada işə yaramaz, bacarıqsız belə baxırlar, belə baxırlar. Bu necə o ölkədə. Yəni ancaq onu belə cəsarətini qırırlar, yəni onu belə də aşağılayırlar, təhqir edirlər, sıxışdırırlar, zorakılığı göstərirlər. Ki sən nə boş-boş danışırsan, görmək nədir? Görmək deyə bir şey varmı yəni ki, sən nə deyirsən, dünyada gözəlliklər var. Bunlar nə danışırsan sən? Sən indi boş-boş gətirəcək. Doğrudan da belələr. Onlarla Nunez arasında savaş başlayır. Nunez'in orada belə bir yeri var. Nunez o zorakılığı görür, qəzəbləri əsəbləşir. Deyir, mən bunlarla savaşa başlayacağam. Lapatka götürür. O bel var. Beli götürür ki, deyir, beli belə vuraram onlara. Beli belə deyir, vuraram onlara da, belə sara bilərəm onları yerə. Sonra orada biri kızı sevir dostlar. Orada elə bir ki, başçılardan birinin kızını sevir də. Kız da bunu sevməyə, Nunez'i sevməyə başlayır. İndi o məqama gələcək də. Burası çox qəşəng motivdir. Və Nunez deyir ki, fəqət Nunez o gördüklərini, fikirlərini, qənaətlərini o insanlara heç cür anlada bilmirdi də, başa sala bilmirdi. Heç cür Nunez'i qəbul eləmək istəmirdilər də, özü olduğu kimi. Və bu da deyir ki, da neyniyim də mən artıq güc istifadə eləməliyəm də, bunlara qarşı zorakılıq istifadə eləməliyəm. Yəni, götürməliyəm lapatkanı. Bunlara vura bilərəm. Amma belə özümü müdafiə eləməliyəm. Fəqət bir dənə məqam orada olur. Bu çox insani məqamdır. Sonra gör nədir, bax, günə fikirləşir, bax. Deyir, o qərara gəlir ki, bax, mən indi bunlarla savaşa başlamalıyam və silahdan istifadə eləməliyəm, yəni beldən istifadə eləməliyəm. Sonra bir dəfə belə deyir. Ayda, mən bu kör insana belə soyuqqanlı şəkildə vura bilmərəm. Kör insana soyuqqanlı şəkildə vura bilmərəm də. Çox incə məqamdır. Yəni, Nunez'in heç bir günahı yoxdur. Nunez görə bilir, baxa bilir, çox şey görə bilir. Onun heç bir günahı yoxdur da belə yarandığı üçün. Digərləri görə bilmirlər, amma Nunez'i haqsız bilirlər. Və deyirlər ki, sən bizə tabi olmalısan da. Yəni, sən görmək nədir? Görmək deyə bir kəlmə var, boş-boş danışma. Sən bizə tabi olmalısan. Yox, ola bilməz. Bu da deyir ki, bu zorakılıqdır da, mənə qarşı zorakılıq edirsiniz də. Yəni, mən belə yaranmışam, siz belə yaranmışsınız. Amma siz, mən görürəm və gördüklərim haqqında danışıram. Amma siz cidcəhlə deyirsən ki, yox da, səni qəbul eləməyəcək. Nə görmək, sənə boş-boş söhbətlər edirsiniz. Belə ki, sənə dedik şeylər yoxdurlar. Bu da deyir ki, o yoxdur ya, mən beləyəm, mənə belə qəbul eləmişsiniz. Ondan mən gələk zorakılığa başlayam da. Yəni, mən bununla ancaq mübarizə savaş apara bilərəm. Bunu artıq zora əl atmalıyam. Şiddətə də belə söz var, şiddətə əl atmalıyam. Sonra bir dəfəli orada bir məqam var da, deyir ki, mən kör adamı necə vura bilərəm? Nunez deyir. Yəni, əslində, məsələn, belə görünür ki, ben Nunez asidir, baş qaldırır da, belə. Üsyan eləyir. Və Körlər ölkəsinin insanlarına görə fikrincə haqsızdır Nunez. Nunez də əslində haqsız deyil də. Yəni, Nunez başqa cür yaranıb da, görə bilir. Amma onlar isə Nunez'in
danışdıqlarından tuta bilmirlər söhbəti. Yəni onlar Nunezin gördükləri deyir ki, Nunez məsələn mən bunu görə bilirəm, onu görə bilirəm, onu görə bilirəm. Lakin nə görməyib, belə şey heç yoxdur. Və başlayırlar Nunezi sıxışdırmağa. Belə görünür ki, məsələn üçün Nunez belə deyək, bunların arasında nədir? Dikbaşdır. Onlar arasında dikbaşdır və çoxluq onların tərəfindədir də. Yəni Korlar ölkəsinin nümayəndələrinin tərəfindədir, amma haqlı kimdir burada? Nunez haqlıdır da. Onlar belə görürlər ki, sən bizə bənzə. Yəni sən də kör ol. Səni qəbul eləyər, rahat yaşa da. Bura deyir ki, yox da, yəni mən axı görürəm. Yəni mənim niyə məsələn üçün siz görməyimi əngəlləmək istəyirsiniz var, istəmirsiniz ki, mən görüm. Bu məsələn, yəni o tərəfmi zorakıdır, yoxsa bu tərəfmi zorakıdır? Onlar zorakılıq eləyirlər, Nunez zorakılıq göstərmir. Nunez də zorakılıq göstərməyə başlayır da. Zorakılığa əl atır, sonra bir dəfə də belə deyir. Amma kör adama vura bilmərəm. Əslində Nunezdə insanlıq daha çoxdur. Nunezdə insanlıq daha çoxdur. O körlər sadəcə görmürlər axı. Ona görə onlar belə zorakılıq eləyə bilmirlər. Yəni görmürlər də, görmədikləri üçündür. Belə görünür ki, onlar daha zorakılıqdan uzaqdırlar da, şiddətdən uzaqdırlar. Amma onlar yəni Nunezi sıxışdırırlar, sındırmaq istəyirlər öz variantları ilə. Yəni zorakılığa əl atmadan da öz variantları ilə. Yəni ki, sən boş-boş söhbətlər edirsən, sən zaten görmüsən. Nə boş-boş danışırsan, görmək deyə bir şey var. Axmaq söhbətlər edirsən, nə belə söhbət. Və ona deyirlər ki, Burax, əlindən burax o beli. Burax beli, itaət elə, belə deyirlər. Bu dostlar, bu çox həm də belə nələr var. Burada deməli, bu xanımın adı nə idi? Yelena Fernandez dostlar. Yelena Fernandez adlı bir rəssamın. Kitab çox qəşəng formatdadır. Çox xoşuma gəlir. Bu hansı nəşriyyatdır? Kollektiv nəşriyyatıdır deyəsən dostlar. Türkiyənin nəşriyyatıdır. Yelena xanım belə qəşəng rəsmlər çəkib belə dostlar. Kitab bəkəndə, kimsə istəsə bəkəndə bu variantı əldə edə bilər. O Korlar ölkəsinə dair təsəvvürlərini çəkib çox belə qəşəng özünə məxsus şəkildə məsələn bu şəkildə. Sevgilisindən bir yerdən Nunez, sonra onların əllərindəki o bu şəkildə onların sonra onlar arasında olan müəyyən əlaqələr, əllərini uzatmaları falan, yəni öz sonra Nunezin belə ay altında uzanması, inanılır gələcək. O məqamları verib də qəşəng belə çəkib özünə məxsus şəkildə. Bu kitabda, yəni o kitabın illüstrasiyaları çəkib də belə deyim. Hə, nəsə ki dostlar, bunlar Nunezə başlayırlar ki, sıxışdırmağa da, deyirlər ki, o beli burax, əlindən qoyuyor ki, itaət elə tez elə. Nunez də ki, yox, savaşmağa başlayır. Ora qaçır, bura qaçır, əllərindən qurtulur. İstəyir ki, bunlara hücum eləsin. Ona belə bir sözdür, bax. Savaş başlayır, bunlar buna qışqırırlar ki, düşürlər bunun dalıca da. Elə bir ki, onlar görmürlər, ayaq səslərini eşidirlər Nunezin, hiss edə bilirlər də. Nunez də qaçır, buradan ora qaçır, oradan bura. Düşürlər Nunezin dalıca, gəl bura, itaət elə bizə, gəl bura. Aralarında bir savaş gedir də. Nunez deyir ki, bax, deyir ki, əlimdə bel var, onlar deyir. Vallah billah vuraram ha, vallah billah vuraram. Mən bax bu vadidə istədiyim hər şeyi eləyə bilərəm. Eşidirsiniz məni? Nunez qışqırır o arada. Canım nə istəyirsə onu eləyə bilərəm. Ürəyim hara istəyir ora gedə bilərəm, qışqırır, bağırır bunların üstünə. Bu siz necə? Bu kitablarda elə atmosfer var. İndi mən atmosferdə olsa çatdıra bilmirəm də. Yəni o zaman maşınla danışdığı bir zaman maşın romanından. Oradakı atmosferi də mən çox belə
bilirsiniz, çatdırmaq çətin idi də, məsələn, çox yaxşı çatdıra bilmirdim. O kitabı oxumaq, kitabın o içindəki atmosferi duymaq məsələsi vardı. O, sən vadidəsən, görürsən. Korlar ölkəsində belə düşünürsən. Ha, bu korların içərisində mən işim, yəni yaxşı davrana bilərəm də, yaxşı hərəkət edə bilərəm. Rus sözü var, yaxşı divizyon eləmək. Yəni yaxşı divizyon edə bilərəm də. Yəni yaxşı hərəkət, yaxşı fəaliyyətdə buluna bilərəm. Yox ki, yox da. Yəni bu vadidir və çoxluq korlardılar. Yəni yox ki, yox da. Yəni yox ki, yox. İstənilən halda sənə qarşı qüvvələri var onların. Necə o məqamı verib də o. Yəni sən amma təksən də sən. Görənsən amma təksən. Orası çoxdular. Yəni çox olduqları üçün səni çox sıxışdırma olur, çox zorakılıq olur, çox güc toplaya bilirlər. Bir-birlərindən belə əlbirlik qura bilirlər də o məqamı. Yəni o atmosferi verə bilir də. Yəni mən bəs görürəm axı burada. Görən adam bunların içərisində əfəndi olar da. Belə düşünsən. Yox ki, yox da. Yəni çoxdular. Görməsələr belə başqa qüvvələri var. Tutuna bilirlər bir-birlərinə, güc toplaya bilirlər. Bu da deyir ki, yox da bax canım hara istəyir ki, mən burada azad olacağam da. Yəni ürəyim nə istəyir ora baxacağam, ürəyim nə istəyir onu görmək istəyəcəyəm. Ürəyim nə istəyir ondan ləzzət alacağam o gözəllikdən də. Yəni siz görmüsünüz, mən görürəm də. Rahat buraxın da məni, rahat buraxın deyirlər. Yo, itaat eləyəcəksən. Gəl bura, gəl bura. Kordular və kor bir qüvvələri var da. Yəni üstəlik ora öyrəşiblər axı. Ora öyrəşiblər. Yəni vadi onlarındır. Öyrəşiblər şəraitlərdən xəbərləri var. Bu necə bir zəvə düşüb bura. Neynəsin burada? Bir də tutun onu. Yəni yaxalayın onu. Bu belə qışqırırlar. Nəsə də belə bir savaş başlayır. Action filmi var, çalarlar var da. Amma məsələn dostlar, keçən dəfə yadıma düşmüşkən deyim, o zaman maşınından danışdıq biz, zaman səyyahından. Alimdən də, o gələcəyə getirir, Marloklar, Eloylar. Məsələn, orada məqam var ki, burada da belədir. Yəni hep ali ədəbiyyatın xüsusiyyətlərindən biri nədir? Məsələn, deyək, biz deyək ki, əyləncəyə baxırıq, əyləncəyə filmlərə baxırıq da, düzdür. Yəni insana əyləncə mütləq lazımdır da. Yəni insan burada yüngülləşməlidir, relaks olmalıdır, belə də, rahat olmalıdır, dincəlməlidir. Və dincəlmək üçün sənə dincəldən filmlər çizəcəksən, düzdür? Fantastik filmlər, əyləndirən filmlər və s. O bizim əyləncəli pop mədəniyyətdir. Amma ali ədəbiyyatda isə, yəni bu tip kitablarda yaradılan qəhrəmanlar insandılar. İnsani, yəni realistik çalarlarla yaradılır. Ona görə, məsələn, deyək ki, biz fantastik filmlərə baxırıq, bir çox fantastik filmlərə baxırıq, düzdür? Əylənirik, kəfirlik. Amma sən bilirsən ki, məsələn, elə şey ola bilməz də. Yəni elə məxluq ola bilməz. Belə məxluq ola bilməz. Halk kimi, məsəl üçün də ola bilməz. Amma sənə baxsan, əyləncə üçün baxırsan. Amma ali ədəbiyyatda belədir ki, orada o realistik çalar olmalıdır da. Çünki orada insan mövcudluğu var. Yəni ciddi mənada sən onu artıq ciddi mövzu kimi dərk edirsən, onu fikirləşmək istəyirsən. Düzdür, qaçılmaz olaraq belədir. Ona görə buradakı o yaradılan insanlarda insanlıq xüsusiyyətləri var. Və məsələn üçün yadıma düşmüşkən o zaman səyyahından söhbət edir. Orada məsələn alimdə bilirsiniz nə olur? O Marloklar elə bir ki ona belə toxun. O elə bir ki düşür yerin altına orada. Marlokları ki bu nədir? Haradır? Kimdir bunlar? Kimdirlər məsələn? Burada kimlər yaşayır? O qaranlığa düşür. Kibrit götürür. Kibritlər yanmır, beləsi sınır. Belə məqamlar olur da indi. Mövzu bu cürdür. Yəni reallıqda necədir məsələn üçün? Reallıq necədir? O gələcəyə getsə fantastik olsa da, yəni realist çərçivədədir. Keçən dəfə biz danışdıq bu o videoda. Yəni məsələn elə buna bənzər hallar olur. Kibriti yandırarsan o nəm olar, nəm yanmaz ha. Bilirsiniz necə? Yəni orada kibriti yandırır, kibrit yanmır. Yəni elə ki fantastikanı sənə realist çaralar içində verir. Yəni qaçılmaz olaraq belə olmalıdır. Bu ali ədəbiyyat olduğu üçün belədir. Ali ədəbiyyat olduğu üçün belədir dostlar. Hə. Dostlar, bir yarım saat olsun dostlar. 2 hissədə çəkirəm də, yaxşı. Bir dənə də indi, bir dənə bu, bir dənə də başqa çəkəcəyəm hələlik dostlar.